Bir gün atam qəza eləmişdi. Kiçik bir qəza idi. Kiçik bir maşın farasına qəzası var idi və sınmışdı. Dedim mənim üçün bunu tap. Tapazı tapdım. Belə bir şey. Yığıram, adam deyir ki, hə, satmışam, amma silməmişəm onu. Sonra biraz başqa yerdə axtara-axtara getdim bazarlar, nə bilim, ora-bura, dükanların saytlarına. Heç yerdə tapamadım. Gəldim, düşündüm ki, bu qədər əziyyətin sonunda neynəyək ki, insanlar anında xəbərdar olsun və satışını eləsin. Və ağlıma bu ideya gəldi ki, mən bir dəfə axtarım, bu bütün satıcılara eyni anda çıxış yaratsın. Biz 2024-cü ilin fevralında developmentə başladıq. Siz sürücü olaraq daxil olursunuz, axtardığınızı yazırsınız. Məsələn, maşınınız Mercedes-dirsə, Mercedes sayt axtarış edəndə bütün Mercedes satıcılarına eyni anda çıxış əldə edə bilirsiniz. Və bu çıxış sayəsində onlar sizə qarşı tərəfdə kimin əlində həmin ehtiyat hissəsi varsa, təklif göndərə bilir ki, məndə əldə var, bu qiymətədir və həmin təklif göndərilən anda siz artıq orada sürücü haqqında bütün məlumatları əldə edə bilirsiniz və rahatlıqla yerini tapa bilirsiniz. Bu dəqiqə üçün qeydiyyat 800 yuxarı bir qeydiyyatdır və başladığımız 1 ay 20 gündür. Bizdə Tapaz və yaxud Lalafo kimi deyil. Bu saytlar sadəcə ehtiyat hissə məlumatları yüklüyorsunuz. Kimsə görür, zəng vurur, lazım olan da yığır, olmayan da yığır və yorulur. Satan da yorulur, alan da yorulur. Ona görə biz çalışırıq ki, nə axtarıramsa, axtardığıma görə məlumat alım. Bu günlərim siz Mercedes maşınına detal axtarırsınızsa, bazarda Mercedes-ə, Lexus-a kimsə satış edirsə, yalnız Mercedes satıcıları bu məlumatı görür. Kənardan heç kim bu məlumatı görüb yüklənmir. Çörəyi məsələn, maşından çıxan insanlar var, belə deyək. Onlar bir də görürsünüz, imkanı tam da olmur ki, avtomobilinə normal qulluq eləyə bilsin. Xərclər çox olur. Amma əlində kredit kartı var, onu bir dəfəlik tutalım 1000 manat verib təkər ala bilmir, amma hissələrə bölüb ala biləcək. Hər tipdə, hər növdə ehtiyat hissəsi satılır. Və bu ehtiyat hissələrini gətirən adamlar orijinal, yəni ikinci əl ola bilər və yaxud firma məhsulu ola bilər. Bunu necəsə detekt eləmək üçün ya məhsulu görməlisiniz, ya da ki, onun barkod hissəsi var, oradan yoxlaya bilərsiniz.